Naxçıvan Muxtar Respublikasında elə deyim də, ən müqəddəs yerlərdən biri Əshab-ı Kəhf ziyarətgahı. Allah hamının ziyarətini qəbul eləsin. Allah xəstələrimizə şəfa versin. Bir sözlə müşkülü olan hər bir kəsə Allah şəfa versin, Allah kömək olsun inşallah. Yani gördüğünüz bu yer 7 kimsenin yoxa çıxdığı, dayanıp Allah'a dua edip yoxa çıxdığı yerdir. Bir çox yerlərdə görünən və çəkilən görüntü. Deməli bunu sizə deyim də hardan çəkmək olur. Düz məscid hissəyə gəlib çıxanda, deməli buradan duranda həmin bu görüntünü rahat görmək olur. Bu hissədə deməli o damcı deyilən yerdir. Damcı deyilən yerə qalxan yerdir bu pilləkənlər. Burada isə məscid deyilən, namaz qılınan yerdir. Qadınlar üçün deməli arxadadır. Bu gördüyünüz deməli bu qapıdır. Burada namaz qılırlar. Allah niyət tutub namaz qılanların namazını qəbul eləsin inşallah. Və burada da kişilər üçün olan ayrılan yerdir. Burada da deməli bir qaradaş var. Gördüyünüz bu daşdır. Yəqin ki qaranlıqda görünməz. Allah hər kəsin ziyarətini qəbul eləsin, duaların qəbul eləsin inşallah. Bütün xəstələrimizə Allah tezliklə şifa versin inşallah. Bütün müşkülü olanların Allah kömək olsun. Cənnət bağına qalxan yer. Deməli bu hissə Cənnət bağı deyilən yerdir. Deyilənlərə görə burada vaxtilə ağaçda olub, almalar olub. Ziyarətgahın elə bir, belə deyim də, sonuncu mərhələsidir. Lap yuxarıda yerləşən. Allah hamının ziyarətini qəbul eləsin. Allah xəstələrimizə, müşkül olanlara hamısına kömək olsun inşallah. Ziyarətimizi eləyib qayıtdıq. Allah hamının ziyarətini qəbul eləsin. Allah hər kəsə ürəyinə görə versin inşallah. Bu ərazidə də qaynayan bir bulaq var, belə deyim. Müalicəvi sudur. Müəyyən vaxtlarda su qaynayır. Orada deməli arxlar var. Qaynayır, qalxır və həmin arxlarla
Deməli gördüyünüz o hovuzlara tökülür. Gördüyünüz o havuza. Oradan da axır gedir aşağıya. Deməli su yavaş-yavaş qaynamağa başlayır və təzə başlayır qaynamağa. Birazdan tam qaynayacaqlar. Həmin bu arxını qalxıb, axıb gedəcək aşağıdakı hovuzlara. Oradan da aşağı. Artıq deməli su qaynamağa başladı və gördüyünüz bu arxını axıb gedir aşağı. Hətta suyun qaynamağının səsi də eşidilir.